hamımızın Tanrı şəhidlərimizə rəhmət eləsin. Mən hər şeydən əvvəl tədbirimizi başlamamışdan bir təklif eləyəcəm. Şəhidlərimizi bir dəqiqə yad eləyək. اللهم اغفر لنا وللمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح محمد صلى الله عليه وسلم آل طاهر مبارك وعتاتنا السلامات اللهم صل على محمد وعلى محمد Ey kahramanın şanlı emri, senden ötürü can vermeye cümle hazırız. Senden ötürü kan dökmeye cümle kadiriz. Üç renkli bayramında mesut yaşa. Üç renkli bayramında mesut yaşa. Binlerle can kurban oldu, sinenlerle meydan oldu. Ruhuna geçenler cerrahlar bir kahraman oldu. Sen olasın Gülistan, sana her an can kurban. Sana bin mehabbet, sinende tutmuş mekan. Namusunu hissetmeye, bayrağını yükseltmeye, namusunu hissetmeye, cümle gençler müştağız. Şanlı vatan, şanlı vatan, Azerbaycan, 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 Azerbaycan. Dünyanın en güzel bayrağı olan Azerbaycan bayrağı oradan üzümüze bakır. Dünyanın, beşeriyetin en ləyaqətli, en güzel, en layıklı insanları, varlıkları bizim şəhidlər. Əlbəttə. Herkesten yüksek. Doğru. Hamıdan yükseklerler. Tanrı yurdumuzu, vətənimizi həmişə herkesten, hamıdan yüksek eləsin. Amin. Biz doğrudan çatışmazlıklar hamı. Ne olsun? Biz bütün çatışmazlıklarımızla, bütün problemlerimizle, ne bileyim, dünyanın en şerefli insanı. Her şeye rağmen. Bak, bugün bizim layihəmiz Vətən uğrunda milli qəhrəmanlar, Vətən uğrunda şəhid ailələri və milli qəhrəmanlar İctimai Birliyinin milli qəhrəmanların irsinin tanıdılması layihəsidir. Biz də ona görə iki milli qəhrəmanımızı və digər şəhidlərimizi, yəni əslində biz heç kimi bir-birindən ayırmırıq. Bizim de özelliğimiz, güzelliğimiz odur ki, şəhidimiz ister 100 il bundan əvvəl şəhid olan soydaşlarımız, ister 1700'lərdən bura şəhid olan soydaşlarımız, ister də çok yaxın tariximizdə şəhid olan babalarımız bizim üçün eynidir. Həmişə şəhid adı çəkəndə Allah bütün şəhidlərimizə rəhmət eylesin. Belki de bizim bilmediğimiz şəhidlər var. Belki de şəhid kimi bilmediğimiz şəhidlər var. Məsələn, şəhidlərimizin anaları övladlarının dərdini çəkə bilməyib, cavan dünyadan köçdülər. Onlar da öz isimlərində olur danışır. Cavan qadınlar, yəni
atalar şəhid oldu. O vaxt bizim bir aktyorumuz, adını da yadımdan çıxartdım. 20 yanvar 20 yanvar şəhidləri dəfn olunanda ayın 22-si. Gedib həmən gecə qəlb krizi keçirib. Hamlet Xanizadə. Həmin gecə qəlb krizi keçirib, ölmüşdü. Amma əslində o bu vətənin şəhididir. Çünki oğulların dərdinə. Bu qayında var, Səxavət Məmmədov. Səxavət Məmmədov bu yolun şəhididir. Allah hamısına rəhmət. Heç kimin haqqını itirmək, heç kimin haqqını danmaq olmaz. 1992-ci il bizim dünənki tariximiz. Mən o tarixdə də yaşamışam. 20 yanvarda yaşamışam. Hamımız. Sumqayıt hadisələrində yaşamışam. Və 2020-ci il hadisələrində yaşamışam. Yəni onlar hamısı bizim könlümüzün həm sevinci, həm yarasıdır. 1989-cu ildə Azərbaycan xalqın dünyanın ən dəyanətli xalqı elan edilər. Onu da biz yaşadıq. Və ortadakı o 30 illik. Yəni bu tarixin qanuna uyğunluğuydu, bilmirəm. Tarix bunu belə yazmışdı, belə olmalıydı, bilmirəm. Amma bildiyim ən gözəl bir şey var ki, biz doğrudan dünyanın ən gözəl, ən qüdrətli xalqıyıq. Mən dünyanın bir neçə ölkəsində olmuşam. Nə qadınların kimi gözəl qadınlar. Gözəl deyəndə mən heç kimin üzə söz demək mənim haqqıma düşməz. Hamının üzünü Allah yaradır. Hamı. Amma dünyanın ən gözəl qadınları bizim qadınlarımız ona görə ki, vətən çağıranda savaşa. Vətən çağıranda övladlarına yolun açıq olsun, vətən çağırır dedilər. Və övladları şəhid olub gələndə tək vətən yaşasın. Və o üç rəngli bayrağı aldılar, döktülər gözlərinin üstünə. Tanrı onların başını uca eləsin. Necə ki onlar vətənin başını uca elədilər. Necə ki onlar Azərbaycan qadınını sübut elədilər. Ki, bax, bu bizik. Azərbaycan kişiləri bayrağı aldılar, öpdülər, vətən yaşasın dedilər və dik durdular. Bugün də dik durdular. Baxmayaraq ki, onların kürəyinə bıçaq saxlar. Yəni, o baxımdan mən deyirəm ki, bizim qədər gözəli, bizim qədər ləyaqətlisi, dəyanətlisi bu dünyada yoxdur. Aramızdakı şəhid analar, aramızdakı döyüşçü xanımlar, aramızdakı şəhidlərin dostları, şəhidlərin kürəyin söykədiyi qardaşları, o şəhidləri meydanda buraxmayan, onların o mübarək cənazələrin meydanda buraxmayan onlar var. Burada görün nə böyük qəlblər var, nə böyük insanlar. Burada məsələn mən niyə məxsusi ona keçəcəm? Neçə ildir bizim yanımızda müharibə veteranı qadınlarının Sosial Yardım İctimai Birliyinin yanında Azərbaycanın bir xanımı var, Şəhla xanım. Müharibə ilə irəlidən gerdən heç bir əlaqəsi. Amma illərdir o da belə xidmət verir. Yəni bax bu millət, bu xalq budur. O da belə xidmət. Aramızda, məsələn, necə deyim sizə, Gülarə xanım var ki, Gülarə xanım, Kapitan Musayeva Gülarə. Yəni, ayaq üstə gəzən şəhid. Sırf təsadüfdən uğurlanmış, ölümdən uğurlanmış ölümü yaşayır. Sevil xanım həm şəhidin anasıdır, həm özü qazidir. Yəni, o ölümdən qənimət qalan ömrü yaşayan insanların Tanrı canını sağ eləsin, ömrünü uzun eləsin. Biri bizə qiymət verər, biri verməz. Əlimizdəki barmağımızın 5-i belə eyni deyil. Əsas odur ki, bu dövrlər bacardığı kimi bizi dəyər.
Məmur bugün gələcək, sabah gedəcək. Amma biz ölkəmizin şərəfi, ölkəmizin ləyaqəti həmişə var. Bizim İradə xanım var. Təsəvvür edin ki, 2 uşağımın ikisi də bax o müharibədə, o güllənin, bombanın altında bizə kömək eləyib, yaralı daşıyıb, neyib. Allah səbrin versin. Düzdür, 2 balası da dünyasını dəyişdi. Allah səbrin versin. Səkinə xanım həm şəhidin bacısıdır, həm qazidir. Bizim Afaq xanım qazidir. Burada bizim dəyərli Azərbaycanın ictimaiyyətçi xanımları var. Yəni, necə deyim sizə? Bizim dərdimizə axan, baxan, yanan qadınlar. Və bax, vətəndaşlıq budur. Bizim orada ilahə qızımız var. Müharibə veteranı qadın sosial yardım ictimai Abşeron rayon şöbəsinin sədri. Bizim burada bir şəhidin, bir qazinin qardaşı olan Hikmət var. Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədridir. Çox təvazökardır, danışmaq, ağzını açmaq istəmir. Yəni bunun anası, bizim şəhidimizin anası Zərifə xanım, inanın ki, ömrü boyu dedi ki, taleyimdən bir güleyim var. Hər kəsin, heç olmasa vətən üçün getdi oğul. Amma hər kəsin bir məzarı oldu. Getdi o məzarın üstündə, ya ağladı, ya sızladı, dərdin tökdü gəldi, mənim o məzarım. Mənim o məzarım. Bax, elə bir məzar həsrəti ilə də bu dünyanı tərk. Allah rəhmət eləsin. Şəhidimizə Mən Zərifə rəhməsin. xanıma o vaxt söz vermişdim ki, Zərifə xanım, nə qədər canımda canı varsa, əgər mənə layihə verməsələr belə, mən sənin bu təşkilatını, çünki sən bunu oğlunun, vilayətin, şəhid vilayətin, məzarsız vilayətin xatirəsinə yaratmışsan. Mən bu təşkilatı qoymayacağam. Necə ki, öz təşkilatım, elə də öz təşkilatı, bu təşkilat bunu ayaq üstə saxlayacağam və məktub yazdı. Hikmət biraz səhhətində problem yaranıb. Uzun illər zarafat deyil. Xəstə anasının əlinin içində. Sağ olsun, üzü ağır. Ömrü uzun olsun. Ayaqqabıların geyindirir. Ayaqqabıların Allah razı olsun o balada. əllərinin içində saxladı və rayonlara gedə bilmədi. Dedi ki, səhhətim imkan verir. Amma mən də dedim ki, buradakı tədbirləri də yazdıq. Dövlət Dəstəyi Agentliyi də, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bizə icazə verdi ki, Hikmətlə bərabər tədbirləri mən idarə edeyim. Və sağ olsunlar, doğrudan sağ olsunlar ki, icazə verdilər. Ona görə də bugün mən elə bilirəm ki, ayaq üstə Zərifə xanımın, Zərifə xalanın qarşısında dayanıram. And ola Allah'ım. Niyəsə mən elə gəlir ki, mənə baxır. Zərifə xanım, ruhun şad olsun. Vilayətin adına açılmış təşkilatımız fəaliyyətdədir. Və bugün də milli qəhrəmanlarla, şəhid ailələri ilə fəaliyyət göstəririk. Onları bax, belə bir yerə yığıb dərdləşməsinə imkan verir. Mən sizdən xahiş edirəm. Bunu mən, yəni çox adam dəvət edib, çox böyük bir tədbir edə bilər. Amma niyə az adama daha üstünlük verdin? Dərdləşək. Hər kəs bir-biri ilə. Bir-birimizi tanıyaq. Şəhidlərimizin hamısını hamımız tanımalıyıq. Şəhid analarımızı hamımız tanımalıyıq. Hamımız əziz tutmalıyıq. Çünki bizim bu günümüzün sahibi olan bu şəhidlər gələcəyimizin qarantı olan gənclərimizin günümüz. O baxımdan hesab edirəm ki, söhbət eləyək. Burada bizim
layihənin əsas məqsədi şəhidlərimizi milli dəyər səviyyəsində təbliğ eləmək. Milli qəhrəmanlarımızı milli dəyər səviyyəsində təbliğ eləmək. Mən heç kimin inancına qarışmıram. Heç kimin kimi necə görməsinə qarışmıram. Amma mənim üçün ən müqəddəs olanlar şəhidlərimdir. Ən müqəddəs yerlər şəhidlərimin xiyabanı, məzarlarının ziyarəti. Mənim ziyarətim birilən qibləgahım onlardır. Keşkə gələcəyə də bax bunu çəkib aparabilsiniz. Kimin könlü harda rahat olursa Allah könlünə rahat olsun. Deməli biz bugün iki milli qəhrəmanımızla tanış olacağıq çox yaxından. Çünki anası buradadır, çünki anaları buradadır, bacıları buradadır. Zaurumuz var bizim şəhidimiz. Kim tanıyır, kim tanımır, onu da tanıtmalıyıq. Xəlilov Eldar Xəlilov. Ruhu şad, məkanı cənnət. Allah valideynlərinə, yaxınlarına səbr. Çox sağ olun Rədə xanım. Xəlilova Tərlan anamız buradadır və Tərlan anamız Eldarla bağlı danışacaq, Zərmişən qızımız danışacaq. Uyuyan odur. Xasiyev Samir Zirəttin. Onun haqqında Xasiyeva Gözəl İmran öz anası danışacaq və biz də dinləyəcəyik. Bir də bizim burada doğrudan bilmirəm. Mən Zaur şəhidlərin əslində hansının anasını əyləşsin. Hansının anasını dindirirsənsə, elə bilirsən ki, hamısı bir evdə tərbiyə alır. Bir çox qəribə, bunlar çox qəribə bir insanlarmışlar. Amma Zaurun daha bəzi özəllikləri var. Ən çox da deməli bir gün Facebook'a baxırmış telefonunda və görüb ki, yazıblar ki, üçüncü qrup qan axtarılır. Talasemiyadan olan xəstə ölməyən. Və zəng eləyir, Zaur gedir. Qan verir, həmin qızı ölümdən xilas edir. Onda da o qızım 10 yaşı alacaq. İndi bizim Zaurumuzun qanı, bax o qızın damarlarında fırlanır, o qız yaşayır və biz də tez-tez onu Sevil xanımın vasitəsilə görürük, axtarırıq. Zaur da çox vətəndaş mövqeyli, vətənpərvər, millətin sevən, xalqın sevən, türklüyün dəyərləndirən bir oğlan olub. Anası da bildiyiniz kimi. Sevil xanımla yaşayır da həmən. Hə, yəni. Mən xahiş edirəm, Hikmətlə bir-iki gəlmə. Dedi. Siz o qədər möhkəm xanımsınız da. Mən bugün ilk dəfə idi sizi kövrələk gördüm. Və sizin kövrəlməyiniz məni ağlatdı. Heç mən onu görmürəm. Mən müxtəlif ölkələrdə tədbirlər keçmişəm. Yəni bax, Almanya, Hollandiya, Rusiya. Rusiyada dava eləyir tədbir çıxmışam. Təsəvvür edeyim, Rusiya mənim girişimə qabağa. Gürcüstan, Türkiyə, Belçika. Yəni minlərlə adamlar üçün onların qarşısında durmaq, danışmaq heç məni həyəcanlandırır. Amma şəhid analarının qarşısında ayağı and ola Allaha müsaade yapar. İstəyirsiniz, inanın, istəmirsiniz. Allah sağ olun. Elə bir şəhidlərimiz var ki, çox görüşdürəm. Məsələn, bizim Cümhuriyyət dövründə Yalamada onların meyidi belə hələ də yoxdur. Yəni, o insanlara da bir şəhiddir. Çünki onlar bizim müstəqil uğrunda canlarımızda. Milli münaqişə üstündə nə qədər şəhidlər, şəhid də hamısı şəhid. Hamısı bizim üçün şəhid. Elə, məsələn, bizim bir Ceylan xanım var. Bir arada Xocalı soyunu tanımışdı, Nazirliyinə sədrlik elədi. Xocalıdan. Deməli, bunun əri çox
belə cəsur döyüşçüymüş. Bunu öldürüblər, öldürəndən sonra deyiblər bu qalxacaq, yenə qalxacaq. BMP-nin üstündən keçir. Adam eləcə torbaya yığıb elə bastı. Yəni, biz nələr yaşadıq, nələr gördük, amma yenə çox şükür Allahın bizə verdiyi əzm. Ayaq üstəyik, bir yerdəyik, bir-birimizin üzünə baxanda utanmırıq, buna görə utanmırıq ki, hər birimiz az da olsa, gücümüz çatdığı qədər bu vətənə xidmətimizi eləmişik. O baxımdan mən indi istəyəcəm ki, bizim Tərlan anamız dur. Mən balaları, uşaqları, körpələrimi qərib Azərbaycandan 88-də qaçqın gətirəndə mən balalarım onda körpə idi. Özüm cavan gəlin idim. Onda kişiləri öldürürdülər qərib Azərbaycanda. Qadınlara o qədər yaxın durmurdular ki, bunların deyirdilər, kökünü kəsməlidir. Mənim o qızım da körpə idi, ən balaca Meldarıdır. İkinci rəhmətə gedən oğlum böyük oğlumuydu. Çünki mənim 2 oğlum var idi. Onu erməninin əlindən qoynumda qaçırtdım 3 balanı. Evlərimi yandırdılar. Məni bir dənə köhnə paltarla qaçdım Radə xanım oradan. Sizə çox təşəkkür edirəm ki, bu layihəni qaldırıbsınız. Bu sözü, bu milli qəhrəmanları, şəhidlərimizi, mənim üçün şəhidlərin hamısı milli qəhrəmandır. Allah hamısına rəhmət. Mən balam oradan baxır bizə. Mənim oğlum oradadır. Bura gələndə oğlumla fəxr edirəm. Həmi körpəliyi ilə fəxr edirəm. Həmi şəhidliyi ilə fəxr edirəm. Ona görə mənim oğlum gətirəndə 5-ci sinifdə oxuyurdu. Ermənini döyüb gəlirdi. Deyirdim, bizi döyə öldürəcəklər. Hamısı 5 barmaqla gəzir, avtomatla gəzir. Erməninin içindəydik biz. Çıxmağa yerimiz yox idi bizim. Bizi elə çıxartdılar ki, noyabrın, 88 noyabrın 25-də Türkiyənin kraliçası ilə. BTV-lərlə çıxartdılar bizi oradan. Çünki mən balalarım onda körpə idi. Atalarını yola saldım, dedim get. Mən ölərəm, uşaqları sən apar. Mənim özüm qaldım Ermənistanda. Tək qaldım Qərbi Azərbaycanda. Məni BTV-lərin üstündə Naxçıvana keçirdilər. Mən Naxçıvanda qalmadım ki, mənim balalarım Bakıdadır. Mən getdim, mənim oğlum 1994-cü ildə onu hərbi hissəyə çağırdılar. Gəldi elə düşdü ki, bu yaşmaya düşdü, nasosmaya. Boyu uca oğlan idi, 2 metr boyu var idi. Dedim, bala, onda tutarırdılar uşaqları hamı, Şirvan vaxtı idi, o Şirvanla, 20 Şirvanla uşaqlarını tutarırdılar. Gəldi elə bu Biləcəridə oranın qılavracı mənim yoldaşımın dayısıydı, Arif müəllim. Arif müəllim, Səfərov. Arif müəllim gəldi, onda dedi ki, uşağınızı götürün gedin. Mən uşağı gedib götürüncə getdi cərgədə durdu. Gülə-gülə dedim, ama sən məni əskərlikdən qutarırsan, ha? Gör, bu 88-də onda Xocalının vaxtı idi. Onlar əskər gedən vaxtı Xocalılar onda qırılmışdı. Dedim, mənə, mama dedi, Xocalının cavan qızlarımız, körpələrimiz orada hamısını erməni öldürübdü. Biz necə evdə otura bilərik? Dedim, oğul, get sənə yaxşı yox. Bunu yola saldıq, bu gəldi, düşdü yaşmaya. Bu yaşmada əskərliyini edirdi, 770 hərbi hissədə edirdi. En hərbi hissədə. Bunu gəldi, elə oldu ki, bütün Gəncə hadisələrində oldu orada. Bizim döyüşlərdə oldu orada. Gəldi Sumqayıt hadisəsində oldu. Heç nə olmadı mənim balama. Mənim balam gəldi, elə oldu ki, Şubana dağına gətdilər. Şubana, Uca, Dağa, Şubaniya, bəli.
Şubanıya gətirdilər mənim oğlumu, mənim xəbərim olmuyor. Mən həmən düzülən zərgənin qabağından keçib getmişəm işə. Basmor 8-ci kilometrdə. Mən getmişəm, oturmuşdum içəridə, 16-sı, 17-sinə keçən günü işləydim, 17-si günü. Baxdım, rəis gəldi, soyuducular zavodunda işləyirdim. Bizim müdürümüz gəldi, dedi, Tərlan xanım, gəl sən yola salaq get daha. Dedim, niyə? İndi biraz 2 saatdan sonra gedəcəm daha. Eldar tapşırıqdı ki, bayrama mənə aynon gətirərsən, piştuş gətirərsən, biz bayramı burada keçirərsək 21-ində. Dedim, yaxşı. Ta qaldım. Dedi, yox ki, sən yola salıb. Un almışdım. Əlimdə un gəldim evə. Qapını açdım, bizim ev doludur millətinə. Radə xanım, o qədər ayaqqabı, mən xəbərim yoxdur balamla. Yoldaşım gözləyir ki, o çastı, sən tanıyırsan da, o hansı çastadır. Gəldim, mənə götdülər, apardılar, həmən çasta buraxmırdılar yuxarı. Onda da 95-ci ildə mart hadisələrində qar, müsibət, ağac, bəli. İkisi rabitənin idi. Bəli. Bəli, məni apardılar, Niva məni ayağı yalın ağlayır. Niva dedi, bir dənə anasını olar. Məni apardılar, qaldırdılar yuxarı. Komandir orada, bütün hamı qanın içində, uşaqlar bütün qanın içində, komandirlər qanın içində, Eldar yoxdur. Dedim, Eldar Ağayev. Eldar Ağayev idi, ondan kesin Fəxrəddin Cəbrailovudur, bunların hamısı oradaydılar. Mən yaxınlaşdım Eldar müəllimə, dedim, Eldar müəllim, Eldardan mənə bir xəbər daha. Dedi, Tərlan xanım, gözlə Səxavəti göndər, onların üstündə Səxavətidir. Səxavət müəllimi tapdılar, Səxavət müəllimi Eldardan. Mənə 5-6 dənə hospitalı verdilər əlimə nömrə ilə, ged orada yaralıdır. Hansı Eldarın üstə basıram, mənim balam deyil, hansı Eldarın. Neçə dənə hospitala getdim, mənim balamın Eldar yoxdur. Qayıtdım, gəldim, dedim, yoxdur Eldar. Bircə dənə cumanım hara gəldi, onda 20 yanvarda Respublikanskidə Maqsud müəllimidir. Yoldaşımın dayısı Maqsud müəllimi idi. O yoldaşımın dayısı idi, bəli, 95-də. Yaxınlaşım Maqsud müəllimə, Maqsud müəllim demədi. Dedim, onun anasına aparın. Demə, axşamdan gətiriblər ora. Bu yaralıymış. Bunun telinə kimi darılıblar. Bu deməli, qoyublar morka, mənim xəbərim yox. Orada gəldi, orada xəbər verirlər, mən necə ölü, nə tər aparıblar, məni bilmirəm. Gətiriblər, qaynım evi Xoturdaydı. Gətiriblər Xoturdan bunu qəşək. Küçüklər, eləyiblər, mən bilməmişəm. Mən aparıblar evə, mən balamı gözləyirəm. Mənim o böyük oğlum düşüb qabağa, deyibdi ki, maşından gəl, buna xəbər verdi. Deyib, skoruya deyib ki, uşaqlara deyib, o skoru niyə bizim qabağımızdan çıxmır ki, biz evimizə tez sataq da. Demə, qardaşını qabaqda skoruda aparırlar. Onun dünyadan xəbəri yoxdur. Mən balamı gəldilər, bir gecə vermədim. 17-si gecə saxladım, qoydum otağa, əlnəxlə qoydum, ayağına xılam. Dedim, bala, git, məkanın cənnət olsun. Sənə toy eləmədim, nişan qoymam, xonça gətirmədim, bala. Səni heç nə eləmədim. Git, Allah sənin ruhunu şad eləsin. Səhər açıldı, dedim, indi gəlin balama. Kimlər var idi Radə xanım? Onda Heydər Əliyevin vaxtı idi, İzzət Rüstəmovdan belə hamısı Gözəl xanımın oğlu da. Bizim ikimizin balamız bir yerdə olubdu, bir yerdə də şəhid olublar. Orada mənim balamı 17-si günü, martın 17-si günü, bayram günü o mənim bayramım oldu. Mən bayram eləmirəm. 31 ilə keçir, mən bayram eləmirəm. Mənim həmən o bir qızım, onu köçürdəndə, oğlum evləndirəndə mən girmədim o toyxanaya. Dedim, Eldarın şəklini qoyun.
Qoy Eldar baxsın, qardaşın həkimi. Oyna. Gəldim, verdim, hər məclisini elədim, eləsin. 10 gün tamam olmuşdu, oturmuşdum evdə. 7'sinin adını eləyəm, baxdım, qonşu gəldi, deyir ki, Təla xala, dedim, hacı. Dedi, xəbərin var. Dedim, nə xəbərim qızım? Dedi, Eldarın fərmanı çıxdı, milli qəhrəman adı verildi Eldara. Dedim, milli qəhrəmanı, şəhidlərin hamısı milli qəhrəmanı. Bizim balalarımız 19 yaşında, mən onu niyə ağlayıram? Onun qardaşı da onun dərdini çəkəmədi. Onun atası da onun dərdini çəkəmədi. Bir dənə qalanım o bir baladır. Allah bilir. Ona görə də ki, böyük oğlunun balası oldu, onun adını verdim, balası Eldar. İndi devlət, Azərbaycan polisidir. Maşallah böyüyübdür. Allah hamının balalarını saxlasın. Mən bağışlayın, üzr istəyirəm sizdən. Sizin ürəyinizi də xarab elədim. Allah Taala sizlərin balalarını qorusun. Allah şəhidlərimizin məqamını ucu eləsin. İradə xanım, sənə Allah o qədər ömür versin. Gözəl basın. Mən danışamıram, bunun oynamağı ilə, bununla gün keçirtməklə, sağ ol, məndən yaxın. Çox sağ olun, var olun. Bütün şəhidlərimizə. Bütün analar bizə şəhidlərin əmanətləridir. Hamısının yeri bizim könlümüzün, Bəli. ürəyimizin içində. O ümumiyyətlə uşaqlığından bəri vətənpərvər ruhda böyüyübdür. Əslində, əsasən evdə uşaqların vətənpərvər böyüməsinə ilk öncə analar səbəb olur. Yəni, analar oğullarına vətənə sevgi ruhunu tutarlar. Yəni, vətənə olan sevgilər anadan gəlir. Ona görə də boşuna deyirlər ki, ana vətənimiz. Həqiqətən də ananın əziyyəti çox olur evladla vətəni sevdirmək üçün. O vaxtın elə qardaşım uşaqlığından bəri, hələ biz balacaydı, onda belə müharibələr yox idi. Biz oynayanda üçlüyü oynayardıq həmişə, üç uşaq olmuş, üçlüyü oynayanda deyirdi ki, o vaxtları Sovet Nemes oyunuydu. O müharibəni ki, oynayırdıq öz-özümüzdə. Taxtada bizə tapançalar verirdi, arxamızdan oynayın. O vaxtları oynayanda biz ona deyəndə ki, sən Nemes ol, biz Sovet olacaq. O vaxt belə o qəbul eləmirdi, qəbul olmurdu ki, mən düşmən olmaram heç vaxt da, mən Sovet olacaq, mən öz tərəfimizə olacaq. Həmişə onun sizə dava düşərdi, oyunumuz yarımsız qalardı ki, mən Neves olmaq istərəm. O, deməli, Qərbi Azərbaycandan Bakıya gələndən sonra da Xocalı soyqırımı vaxtı onun yaşı çatdı. Bu vaxtları televizorda baxdıqca, gördükcə bu vəhşəti dəhşətə gəlirdi. Deyirdi ki, biz evdə otura bilmərik də, o uşaqların öz kırığı olurdu. Bir də baxdım, televizora baxandan sonra əsəbi şəkildə gedir. Hara gedirsin, ay qıda? Dedi ki, bacı, mən gedim uşaqlarla danışım, onda Teymur, Yaşar adında olanlar dostları var idi. Maşallah danışım, görə biz neyləyə bilərik? O vaxt düşüb uşaqları da yığıb ətrafını, yaşı çatmamasına rağmen Savunçu rayon komissarlığına getmişdi ki, biz könüllü olaraq döyüşə getmək istəyirik uşaqlarla bərabər. Sadəcə orada qəbul eləməmişdilər ki, siz balacasınız da, yəni yaşınız çatmır hələ hər şey. O vaxtları gəlib, inanın ki, oğlan uşağı idi, biz əsasən o ruhda böyüdülmüşdük ki, oğlan uşağı ağlamaz, oğlan uşağı möhkəm olar, iradəli olar. O gün o həqiqətən uşaq kimi elə ağladı ki, yəni bizdə uşaqlar, qızlar o vaxtda çox göstərirdilər uşaqların, qadınları olan vəhşəti. Allah olmuşdu, Çox pis olmuşdu, amma siz ağlayırsınız, bilirəm, amma ağlama da deyə bilmirəm, ağla da deyə bilmirəm, amma qürurdur. həqiqətində qürur duyuram ki, mən belə bir qardaşım var ki, Bu və ya başqa cür dövlətçiliyi savunmaq da hər adamız. qismət qurur. Onların O qanı qədər, sayəsində. o qədər sizin yerinizdə olmaq istəyən analar var ki, bunu yadınızdan çıxartmayın. Narkotik üstə, oğurluq üstə, vətənə xəyanət üstə, nə bilim nə üstə, o yatan qazamakda yatan analar, övladlar.
Anaları ki qazanmaqların qarşısında əzab çəkir, əziyyət çəkir. Allah heç kimə elə şey göstərməsin. Çox ağır şey. Amma yəni o inanın ki, bax bundan övladı ölməkdən niyə deyirlər ki, ölüm gözəl şeydir, insanı gözəlləşdirir. Mən öz istəyirəm ki, dünya müharibəsini xatırladım. Bizim o Zəngilanda bir şahidimiz var idi. Nəsman Yaqub. O diktatora Allah namizədi. rəhmət eylesin. Onu da ölməyə şəhid. Düzdür, sağ ol. Hə, yəni Ay, necə əsərlər var idi onun. yəni Nəsman Yaqub da doğrudan gözəl tarixçimiz. Çox sağ ol. Çox dəyərli insan idi. Xatırlayar, O xatırlayar. bir sənət tapmışdı Moskvadan. Xahiş edirəm qulaq asın. Moskvadan bir sənət tapmışdı arxivdən. Tarixi bir sənət. Deməli, bağışlayın haşiyə çıxacam. 15-ci ildə Türkiyədə dövlətlə, Osmanlı ilə digər dövlətlərin müharibəsi, vuruşmalar, Türkiyənin parçalanması, Türkiyənin yox olması məsələləri ortada müzakirə olunanda 2000 nəfər erməni qarşısına, 2000 erməni yığılıblar və Rusçarına məktub yazıblar. Rusçarına məktub yazıblar. Biz burada 2000 nəfər yığılmışıq və Türkiyənin əleyhinə sizin tərəfinizdən döyüşməyə hazırıq. Amma nə döyüş təlimimiz var, nə silahımız var, nə sursatımız, nə geyimimiz, nə də təminatımız. Rusiyadan onlara təminat gəlir, hər şey gəlir və bax, deyirlər ki, erməni soyqırımı, nə bilim nə, amma bu milləti qırmaq lazım, yox eləmək lazım. Sən oturduğun, sən çörəyin yediyin ölkəyə, dövlətə xəyanət edirsənsə, sənin qanın halaldır. Sənin qanın halaldır, sənin kimisin oturdu ayağından doğramaq lazımdır ki, gözləri görsün və canı o ağrını çəksin. Yəni, məni üzr istəyirəm, yəni bax bu ifadələr ən qəddar bir ifadələrdir, amma yenə də azdır. Yenə də bəlkə də mənim fikrim ifadə edir. Yəni Nəsman bəy çox doğru edir. Hə, O iki yəni o tərəfdən sənədi döyüşən almaq Azərbaycan üçün, Nəsman bəy uzun zaman mücadilə elədi, axır hesab. Leyvan xanım hükmü elədi, o sənəd Azərbaycana gətirildi. Yəni, bu da bir vətən savaşı. Bu da bir vətən savaşıdır. İndi buyurun xanım, sizi dinləyirik. Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyan, vətənini, torpağını, xalqını əziz canını çox sevən, atasını, anasını çox sevən, demək, şəhid milli qəhrəman Samir Xasiyevin anasıydı. Samir ofisiyer idi, bölük komandir işləyirdi. 1990-cı ildə Samir Bakı Dövlət Universitetinə qəbul oldu, tarix fakültəsinə. O vaxt tarix fakültəsinin qiyabisi günüzü olmadığına görə yalnız gecəsi var idi. Samirə 6 aydan sonra Nərmanov rayon hərbi komissarlıq əskəriyə çağırdı. Samir düşdü Dərnəgülə 2-ci batalyonuna. Samir 2-ci batalyonda 3 ay xidmət keçəndən sonra o vaxt ağdan tərkədə idi. Komandir səhər çıxır, deyir ki, bəs ağdan gedir, torpalar əldən gedir, kimin qeyrəti var, qabağa çıxsın. Samir, bir də Samirə baxıb, 4 nəfər saldat qabağa çıxır. Biz gedirik. O vaxt Samirin atası Gəncədə elm mərkəzi açılmışdı. Burada alim idi, burada elm akademiyasının işlədiyinə görə Gəncədə filial açılmışdı, oraya göndərmişdilər. Burada şöbə müdürü işləyirdi, burada yoxdur. Qardaşımı çağırdım, dedim, bəs belə, deyəsən Samir gedir döyüşə. Getdik, belə küşkülə çatmaz, maşını saxlatdırdı, düşdü bu. Gülür. Dayısı dedi, səninki yerin yaxşı idi. Bakıda dərinə gülmədi, qulağımıza dedi, niyə gedirsən? Dedi ki, ay dayı, torpaqlar gedir, mən getməyim, getməsin, biz kim getsin? İşte mən də belə baxdım, dedim ki, Allah köməyimdə olsun.
Getdik Peripşgüldə bir neçə, bir ay 2 ay təlim keçdi, oradan Səlyan'a getdilər, orada təlim keçdi. Ondan sonra bunu Ağdam'a apardılar. Onun ilk döyüşü Ağdamın Mərzili kəndində başladı. O Mərzili kəndində döyüşəndən sonra orada göstərdiyi qəhrəmanlığına görə bir də bizə xəbər gəldi ki, bəs Samir Bakının Qala kəndindədir. Nəysə, yenə bu qardaşımı götürdüm, getdi ora. Gedəndə bir dənə komandir gəlir, gülə-gülə. Dedi, qardaşım kürəyinə vurdu, dedi, halal olsun sizə ki, belə onu böyütmürsünüz. Yəni, dedi, mənim deyil, bacımdan. Dedi, bəli, yox, sizin uşaqdır. Bu saat dedi, Müdafiə naziri onun qoluna Azərbaycan ordusu xidmətlərinə görə Azərbaycan ordusu adını bağlayır. 5 dəqiqə gəlir. 5 dəqiqədən sonra görülür, qaçı gəlir. Nəysə, icazə də verdilər, bir dəqiqə yerdə qaldı, sonra yenə getdi Ağdama. Çox döyüşlərdə iştirak elədi, Ağdərə. Sonra ən böyük döyüşü bunun Tərtərdə oldu. Allah göstərməsin, orada deyir, yerlə göy birləşmişdi. Onda da hələ bölük yox, 33 nəfərin komandiri idi. Onu necə deyilə bilmirəm. Həmişə deyirdik, 33 dənə saldatım var. Nəysə, sonra o Ağdərədə döyüşdən sonra o da kontuz aldı, yaralandı. Mükafat olaraq buna 10.000 manat pul verdilər Tərtər döyüşlərində. Bir də Bakı 2 aylıq zabitlər kursuna göndərdilər. Bərdiyə gəlir, o verilən 10.000 manat, o vaxtdan 10.000 manatına qırçı görəv alıb, qayıdır geri, saldatlarına paylayır. Bakıya gəlir, mən zarafat elədim, dedim, sən bir tütündə gətirəm, özün deyirəm. Dedim, ay mama, sən nə danışırsan? Onlar mənə görə getmədilər, qaçmadılar heç biri. İndi onların hamısını ayağı suyun içindədir, aparıb onları verdim. Dedim, qızım, zarafat edilir, yaxşı eləmişsin. Nəysə, o 2 aylıq kursdan da 2 ulduz aldı, qayıtdı Tərtərə yenidən. Yox, hələ qayıtmaq, Peripşgülə onun təyinatını verdilər. Qaldılar, indi onlar orada, mən burada qala bilmərəm. Nəysə, getdi. 1994-cü il oktyabrın 4-də o bayaq dediz məlum Gəncə hadisələrində iştirak elədi. Onlar amalçılar aeroportu ələ keçirmişdilər, xilas elədilər. O ayağından yaralandı, bir neçə gündə Bakıda yatmışdı, gəldi Bakıya bir 10 günlük icazə verdilər. Həmin döyüşdə iştirakına görə, Samirə hərbi xidmətlərinə görə medalı verildi, təqdim olunmuşdu komandir tərəfindən, nəysə. 1995-ci ildə isə məlum Gəncə hadisələri martın 13-dən başlamışdı. Gəncə yox, dövlət çevrilişinin qarşı Amon hadisələri. Qazaxdan üzü bəri gəldi. Hətta bizim rayonda, Tovuzda bir neçə restoran zadə ələ keçirmişdilər. Aysa, hə. Gəldilər Bakıya yaxınca. Bunlar da mən Samirin də həmişə deyir, özünə bölük yaratmışdı Tərtərdə. Deyir, 99 dərin var, hamısı spesnazlar, karateistlər. Bunlar demək ki, karateist olduqlarına görə bunları göndərdilər Bakıya. Fevral ayının neçəsi idi, bir də gördüm, mənə zəbt gəldi, gezib. Ay, hardan danışırsan, dedi ki, heç mi, elə belə. Həmişə danışırdı Gəncədən, 777-dən. Demədi. 777-də oldu. Demədi, dedi, bu deyib, qulanın dibidəyim. Dedim, Rasiyanın danış, dedi, yox, elə belə bilməm, sən gələm danış, demirdi, sizə deyirəm. Dedim, bənə gədirsiniz, dedi, heç nə, dedim, durun gedib gəzməyə, heç bir vaxtı Bakıdayım, nəysə. 1995-ci il mart ayının 17-sində. Səhər onu işləmiş, həmin o hədiyyə olunmuş Azərbaycan sağda da qolunda onu vururlar. Sıraxanıya deyirlər, amançılar. 8-ci kilometr bazasında. Hə, bunu da necə olur, aldadırlar bunları. Ağ bayrağı qaldırırlar ki, Ağ bayrağı qaldırır ki, təslim olur, aldadırlar bunları. Burada 6 saldat o bir binanın dalında qalmış. Gedib içini gətirib, içinə qaydırmış. Qaydanda orada məktəbin üstündən snayperlə vururlar. Onu bir Adil adında bunun şoförü vardı, həmişə o gətirirdi, birinci ildə Bakıda qalmışdılar. O 40-ında gəldi, papağını belə çıxartdı, dedi, gözəl ana, mənim başım var, bir belə yox idi. Dedilər, Samiri vurublar, komandiri vurublar. Axtardım, tapamıram, gördüm, o yanda bir əl belə düşürdü. Rusiyanı qaldıranda deyir, başımdan papaq
Mülkü ilə getdi. Bir belə də tük içində. 40'ında gəlmişdi. Nəysə, Allah heç bir anıya bala dərd göstərməsin. Yenə Rədə xanım, biz fəxr edirik, gözünüz dəyək dediniz ki, oğlanlar var, bir anın içində maşın altında qalır, avar eləyir, nələr olur, odur, qoyan bir an. Bizim balalarımız dövlətimiz uğrunda, torpağımız uğrunda, dövlətçiliyimiz uğrunda şəhid olublar. Allah eləməsin, yenə deyirəm, Allah eləməsin bizim əgər vətənimiz yenə dağılırsa, mən bir oğlumda. Bax, 100% deyərəm bala get. Get sən də qurban verir Allah onu vətənə. göstərməsin. Hə, göstərməsin deyirəm. Bizim qalxan bayrağımız heç vaxt ölməsin. Allah prezidentimizə can sağlığı versin. Bizim Şuşamız alınanda bir xəbər çıxdı da, Şuşa alınıb. Bizim bir qohum var idi. Gəldi ki, Qıdağa səni Pusat Samrin qəbrinə aparıram. Belə çıxdıq Ağanəmidinə, metro Nərvanlı tərəfə yollar bağlı, çağırır, oxuyuram, bayram keçirir. Yaxınlaşdı, bir dənə Sait idansıydı. Dedi, nəsə sual verdi. O şoförü xanım dedi ki, elə oğlunun üstünə gedir. Mənə danışdı, dedi, mən gedirəm oğlumun qəbrinin üstünə, mən gedib ona göz aydınlığı verəcəm. Bala hansı cüburunda qan tökdüyüm, can verdiyim, hamıdan artıq bildiyim torpağın Şuşa işğal altından kurtardı. Daha rahat, daha rahatdır. Allah torpağımızı həmişə, vətənimizi, xalqımızı var eləsin. Mən də burada bir yanlış eləmişəm, müşrik mənbəsi demişəm. Oruc 700 bal yığan tələbəni həmişə paylaşırlar. 700 bal yığan tələbə şəhid. Yəni mən çox böyük. Bu bizim həm bir elmimizin, həm bir mədəniyyətimizin, həm də genofonumuzun təəssüf yaması şəklini gətirməyib. Onu hamı bilir və anasından xahiş edəcəm ki, bax, belə şəkillərdən, indi də kimdə varsa şəhidlərim bilə. Mən otağımızda bu şəkilləri asırıq. Yəni, Eləcəsi olmalıdır. ruhu şad, məkanı cənnət olsun və sizin hər birinizi şəhid ailəsi olaraq, şəhid anası olaraq, qazilər olaraq, döyüşçülər olaraq, bunlar sizlərdə bir Olar. hə, Üzr istəyirəm, onlar. Mən bu analar bilər, Xırdalanda 9 nömrəli məktəbdə demək olar ki, beləsinə 3500, 4000-ə yaxın şəhidlərin şəklini yığmışam. 30-un 40-a ramkalayıb onları vurmuşdum. 3 mərtəbə, 3 nədə. Nəyə fəxr edirdim? Uşaqlar məktəbdən çıxıb, sinifdən çıxanda gedib çöldə bayırda qaçma, qovma, oynayamaqdansa hamısı sinifdən çıxacaq düzülüblər, o şəkillərə belə baxırdılar. O deyirdi ki, mən bunu kimi qəhrəman olacağam. O deyirdi, mən bunu kimi qəhrəman olacağam. Çox təəssüf ki, təzə direktor gəldi, şəkillərin hamısını yığdırtdırdı. Niyə elə eləyirlər bunlar? Niyə belə eləyirlər? Hamısı. Mən də getdim onları qucağıma yığdım, hamısı. Məsəl üçün, apardım Sumqayıt Şəhidlər Xiyabanına, zəh vurdum oradan analara ki, yəni çox üzr istəyirəm analar, bunları yığmışdım, mənim yerim yoxdur vurmağa. Bütün, bəlkə bir 160 dənəsini Sumqayıt Şəhidlər Xiyabanında gözlədim. Orada analar gəldilər, 30-un 40-a dedim, hədiyyə edirəm sizə. Ramkalanmışdım. Onları elə verdim. Amma gücüm çatdığım qədər də bizim idarə, mənə otaq verib, sağ olsun icra hakimiyyət tərəfindən. 3 dənə otaqdır. İndi oranı düzəldirəm, ora hamısını belə yığıram. Yəni, lazım olsa çoxdur şəhid şəkli. Sizə verir. mən otağımız özün bilirsən, elədir, çox böyük deyil. Sizə, amma mən də 30-un 40-a elə Elə də bir şey. Əslində faydadır. Amma bunları da Gürcüyə gedək. İstərsəniz gələnin hamısı var. Bu mənim şəhidlərim Şəhidlərin daşısı dedik ki, sən polisə verirsən. çox sağ olun, çox var olun. Belə mən istəyirəm sizdən. Eldar Xəlilовun döyüşü haqqında biz danışmadıq burada. Sadəcə uşaqlarından danışdıq. Eldar Xəlilov həmçinin, yəni biz uşaqlarından danışdıq, döyüş haqqında danışmadıq. Eldar Xəlilov da döyüş yoluna ilkin olaraq hərbi təlimlər keçdikdən sonra Füzulinin Kərimbəylisində, Malibəylisində
yəni döyüş yolunu davam elətdirdikdən sonra o da eyni dövlət çevrilişi zamanı dövlətin qorunması üçün öz canından keçib şəhid olubdur. Milli qəhrəman adı alıbdır. Prezidentimiz Ulu öndərimiz Heydər Əliyev tərəfindən verilir və həmçinin Eldar Xəlilova adına hal-hazırda izdihamlı bir böyük bir küçə verilibdir. Ona demək olar ki, Bakıxanov qəsəbəsində, Bakı şəhəri, Sabunçu rayon Bakıxanov qəsəbəsində böyük bir, deməli, ən izdihamlı yerdə onun abidəsi qoyulub Eldar Xəlilovun adının, yəni, unudulmaması üçün, daim yadda qalması üçün. Yəni, Eldar Xəlilovun da demək olar ki, döyüş yolu haqqında dostları, yaxınları daha yaxşı danışırlar. Mən prosto vaxt almamaq üçün konkret demək istəyirəm ki, yəni Eldar Xəlilov da döyüş yoluna ilkin olaraq Füzulinin Kərimbəyli, daha sonra Malıbəylisində döyüş yolunu keçmişdi. Ondan sonra, yəni ki, vətənin qorunması üçün, yəni onları Bakı şəhərində Vasmoy deyilən yerə, ora dövləti qorumaq üçün, yəni prezidentin əmri ilə gətirilmişdir. Mən bir dənə sizdən bir əlavə edeyim. Bu məşhur son nəfəsində filmi var idi, 1-ci Qarabağ müharibəsində Füzuli batalyon komandiri Yavər. Məsələn, o tipli filmlər bizdə çox olsa, bizim qəhrəmanlarından çəkilir. O yerə gözəl olar ki, insanlar tanıyarlar. Məsələn, bax, bu Vətən uğrunda şəhid ailələri və milli qəhrəmanlar ictimai birliyi, müfəkti ilə, Zərifə xala, haradasa bir 5 dənə, 6 dənə film çəkir. Mən haradasa yenə bir 10-a qədər film çəkmişəm. Elə filmimiz var ki, 5 adamı oraya yerləşdirmişəm. Fikirləşmişəm ki, bu yarım saat vaxt olsun. Hərəsinə bir 5-6 dəqiqə düşdündə təki tanınsınlar. Təki tanınsınlar. 8 dənə də film Hə, yox, şəhidlər. Mən haradasa bir 30-a qədər Qarabağ tarixini istəmirəm. Mən istəyirəm ki, gözəl televizorda insanların seyr eləyə biləcəyi filmlər çəkilsin, Qarabağda olan o müharibə çəkilsin. Belə düzdür, çəkirsiniz, onlar da lazımdır. Amma əsas biz elə həmin müharibələri çəkmişik, həmin şəhidləri çəkmişik. Öyle bizim milli qəhrəmanlarımızın resimlə bağlı və hər də elə bir məktəbin məzununda olduğum burada milli qəhrəmanlarımızda bizim mənim şəxsən. Bəli. Yəni ki, burada şəhid analarımız var, qazilərimiz var. Eyni zamanda bu cəmiyyətimizin nümayəndələrinlə gəlmişəm, üzvlərinlə gəlmişəm buraya. Sizin bu gözəl tədbirinizdə iştirak eləmək üçün. Əqabçı polis mənsubu 1-ci Qarabağ müharibəsini görüşürüz. Çox xoş gəldin. Mən İsa müəllimin rəhbərliyi ilə biz bura gəldik. Burada bu günləri müharibə cəmiyyətlər tədbir olacaq. Amma həqiqətən bilmirdik ki, bu milli qəhrəmanların hissinin tanınması haqqında, amma bilmirdik. Çünki bura gələndə o vırska burada açıqdır, amma bilmirdik. Biz elə bildik ki, hansısa bir milli qəhrəman haqqında olacaq. Yəni, bunlar şəkillər sonra gördük burada. Nənələr gələndə. Olanda biz orada elə milli qəhrəmanlar başı ilə var, çoxunu tanıyaq, İqor Qabalyovdur, Mədəd Quliyevdir, bir yerdə işləmişdir Gəncədə, polis idarəsində. Sərbəşməyimiz, yəni milli qəhrəmanlar hissinin çağırılması, eləcə də Abşeron şöbəsində kimi başqa bölüşündə burada təşkil qurdu, ehtiyatlı olan zabit, yazı araşdırması Hürmət Hüseynli. Həqiqətən bu gün çox məqsədə uyğun və günümüzün vacib tələb olan bir işlərdir ki, sağ olun, bunları həyata keçirsiniz. Hər birimiz burada hamı dəstək olmalı ki, şəhidlərimizi unutulmasın, qazilərimizin apardığı işlər, onların məsəl üçün həyatda gördükləri bir qəhrəmanlıqlar, hər bir kəsin, hər bir Azərbaycan vətəndaşının qəlbində gündəlik həyatında olmalıdır. Ta bağçadan tutmuş məktəbdə, digər təşkilatlarda səsləndirilməlidir. Yəni, mübarizə davam edir. Biz, necə deyərlər ki, bütün
bu işləri irəlicədən aparmalı. Həm 1-ci, 2-ci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızın irsi araşdırılmalı və təşkil olunmalıdır. Çünki düşmən artıq bizdən yəni bir çox müqaviləsi desə də bu aralıqda gecə-gündüz silahları, peşlə silah belirtəkən alınmağında onlar sülh üçün alınırlar, yeni bir mübarizə hazırlaşırlar. Bu qaçılmazdır. İndi nə vaxtsa da hansı bir zamanda baş verəcək toqquşma, onu biz bilənmərik. Yəni biz də gecə-gündüz bu hərbimizi gücləndiririk. Bununla bərabər, hərbimizlə bərabər bu iş çox vacibdir. Bu iş çox vacibdir ki, unudulmasın bu işlərimiz. Yəni yaddan çıxmaq, şəhid ailələri, valideynlər nə istəyir? Sadəcə olaraq bir hatırlatma, bir təskinlik. Sadəcə olaraq bir səbr diliyirik Tanrıdan. Yəni şəhid valideynlərin gözü qapıda, qulağı səslədir. Allah hansı ki məzarları Xatun Nəbiyyə qədər axtarışı olanların bir nişanələri də tapılsın. Bu yaxında Mehtəbat qəsəbəsində bir Amasya'dan bir qardaş Vaqif Hüseynov, Şakir Mustafaoğlu. Yəni siz bizə çox Amasya rayonundan gedir. Onun tədbirində iştirak elədik, tapıldı. Yəni artıq onların bir kəskinlik tapdığı istənilən bir qəbir yeri artıq məlum oldu. Mən Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Əlbət xidməti bizim üçün əziz və önəmlidir. Biz onların təbliğinlə biz də məşğuluq. Biz də öz yazılarımızla gələn sahib olaraq onların təbliğinlə Allah yenə deyirəm bunları təbliğ işlərimizdə tədbirimiz bircə iştirak eləməliyik ki, onların da ruhu şad olsun. Aldığımız qəhrəmanlarımızdan indi Hacı Bəyəklər danışdı. Yəni Yıldar Xəllovun xidmətləri, yəni 1-ci Qarabağ vətənimizin müstəqilliyinin qorunmasında aparılan işlərdən. Yəni nəyi demək istəyirəm? Qəhrəmanlar sadəcə sorulardan verilmir. Qəhrəmanlar irsən, genetik kodla onlar qəhrəman doğulurlar. Sonra qazanıla bilməz. Sonra ki, ana bəxtindən bunun əgər taleyi bir varsa da, verilibsə də, onun nəslində, kökündə bu qəhrəmanlıq varsa da, bunlar olur. Yəni, onlar doğulandan sonra o tərbiyəni də bəli, çox düzgün qurulurlar ki, ana. Əsas öncədən anadır tərbiyə edən, valideyindir, onun böyüdüyü mühit, o hansı ki, ailədir. Sonra da qəhrəmanların böyüdən, onun xidməti dövlətləri müəllimlərdir. Ən böyük müəllimlərdir. Əgər o müəllimlər ki, uşaqları vətənə sevməyə, vətənə bağlılıqda öyrədirlərsə də, onların çox böyük zəhməti var. Mən tanıdığımız qədər milli qəhrəmanımız Xasir Samir Zirəddinin oğlu, mən ailəsinin nəslini yaxından tanıyıram. Çünki o nəsil, o rayonda Xasiyevlər nəsli, ziyarlıqlarına görə, ondan sonra hörmətlərinə görə böyük nəsildir, böyük yetirmələr var. Çünki elə adamlar doğulduğu ailədən qəhrəmanlar öyrədir. Onlar bunu şad eləsən, atası Zirəddin bəli çox söhbətlərini Milli Elmlər Akademiyasında Azərbaycan elminə böyük toponimikasına, onun xəritəşünasına töhbələr vermişdi. Son vaxt Naxçıvan Respublikasının akvasını işləymişdi. O dövrlərdə çox söhbətlərimiz var. Yəni, baxırsan ki, ailədə qəhrəmanlıq öyrədilir. Anadır əsas. Mən analarımızın əllərindən öpürəm. Onların qarşısında baş əyiləm. Bir sitat gətirib, Çanaqqala Savaşında analar yaxın durur, bir-birinə təslim olmaq üçün bir oğlunun şəhid xəbərini çatdırır. Bir ana, bir türk anası deyir ki, böyle də möhkəm duralım. Yəni, biz vətən deyil doğulmaz, biz evlatları dünyaya gətirəriz, ancaq torpaq doğulmaz. Bir evlat doğular, torpaq doğulmaz. Yəni, görürsən ki, burada nə qədər böyük hikmət var. Yəni, o anaları, Azərbaycan anaları çox bəyək düzgün qururlar ki, dünya analarının içərisində Azərbaycan anaları çox qürurlu və möhtəşəmdir. Həmişə onlar bizim üçün doğma əzizdir. Bugün bu evlatlar hamısı o ailədən çıxıb xalqın evlatlarıdır. Sağ olun, təşəkkür edirəm. Ona görə də ki, bu ilsi davam elətdirmək lazımdır. Yenə deyirəm, mübarizə davam edir. Yenə də bütün sözdür, atara sözlə deyim ki, deyir, su uyuyar, su yatar, düşmən yatmaz. Bugün Ermənistan sürətlə silahlanır, 300 kilometr raketləri alınır, yenə də alınır. Onlar kim üçün alınır? Onlar bizlər üçün alınır. Onlar unutmurlar, gecə-gündüz sosial şəbəkələrə baxın, artsaq deyir. Nə qədər şəhərlər yazır.
Onlar dayanmır. Onlar unudanmırlar. Onlar bu dəmir Kinli yumruqdan millət hələ bunlar. qutudadılar. Çox kinli Sülh millət. müqaviləsində bağlamırlar. Bağlamırlar, məcbur olub Yəni sabahları müharibə elan eləmədən yenə sülhü imzalamamışlar. Davam etsin. Vacib ətraf dövlətlərdən, yəni vacib elə bir şəxslərə ki, qalırlar, iqtisadiyyatdan bir gücləndirsə, onlar da məcburən bunu eləyəcəklər. Ancaq o biri tərəfdən də görürsünüz, Paşinyan geçsin. Mənim daşırak geçsin. Mən sən nə tərəfə? Artistik olaraq bir-birlərindən güya küsüdür. Nəysə. Yox. Yəni düşmən, onlar bizlə sadəcə olaraq bir qara yaradır. Onlar bizə dost olanlar. Sadəcə olaraq müvəqqəti qonşudurlar. Salamlayıram, çox xoş oldum. Qazilərlə, sənqalarla tanış oldum. Hamısını tanıyırıq yerlərdə tədbirlər olurum, belə yaxından bilmirdim. Mən özüm Zəngilandan məcburi köçkünəm. 93-də mənfur düşmənlərin təxribat nəticəsində vətənimizdən gəlmişdik, Azərbaycanın Bakıya. Müşrik burada doğulmuşdu. Zəngilan məktəbində də 1-ci sinifdən 11-ci sinifə qədər Zəngilan Yedinövlər məktəbində təhsil alıb, məktəb dövründə də sakit, tərbiyəli, savadlı uşaq idi. Məktəbi bitirəndən sonra universitetə qəbul olmuşdu. Şəhidlik Universiteti kompüterlər fakültəsini bitirib, həmin ildə 2015-də çevrilmişdi. Şəhidliyin bitirməsinə 3 ay qalmış, aprel hadisələri başladı. Martın 1-i gecə döyüşə getdi. Martın 3-ü Ağdərədə Talışcan doğumda döyüşlərdə həmək oldu. Apreldə, 2016 apreldə Ağdərədə Talışcan döyüşündür. Və bundan sonra Vətən oğlunun medalına qəbul olunub. Bayaq ana danışdı, o hadisələrin hamısını biz yaşamışıq. 8-də tələbə vaxtıydı. Ermənistandan Azərbaycanlar qolundan, Sumqayıt hadisəsi olundu, Sumqayıtda yaşamışam. Yəni, düşmənin bizə göstərdiyi faciələr unutulmaq üçün bugün belə tədbirlərin keçirilməsi vacibdir. Aprel döyüşləri Böyük Vətən müharibəsinə, zəfərə gedən yola ilk addım oldu. Az da olsa torpaqlar işğaldan azad oldu və azadlığın, torpağın azad olunmağının milləti ruhlandırdı. Qələbənin ilk müjdəsi oldu. Şadırdılar və ondan sonra 4 ildən sonra 20-ci ildə də əskərlərimiz, dövlətimiz böyük zəfərə imza atdı. Deyirsə düşmən birinci oturmur, düzdür. Amma nə qədər olur, 100 illik yalanları tüm dünya qarşısında faş oldu. Gündən sonra nə qədər olsa da, yəni Rusiya əl çəksə olur, baxar. Yəni Rusiyanın hesabına Rusiyada əl çəkmir. Əl çəkməyəcəklər, çünki 100 illərdir, 200 ildən çoxdur, Azərbaycanın başına gələn bütün işlərin hamısı əsas Ruslardan gəlir, ermənilər kimdir ki, qarşı dursun. Yenə də yaşasın Azərbaycan deyil, yaşasın dövlətimiz, daha da güclü olsun. Mən elə deyərəm ki, bugünkü zəfərdən sonra geriyə dönüş olmayacaq heç vaxt. Bütün şəhidlərimizin ruhları şad olsun. Yəni tək Qarabağ müharibəsində yoxsa tarixən. Vətən uğrunda canından keçən bütün şəhidlərimiz şad olsun. Allah bizləri Əsas silahlı müharibəni 1905-də başladı. Bəli. Çox olur, tarixdə indi sayılan olmasın deyə. Yəni böyük zəfərdən sonra mənə elə gəlir ki, bu cür dövlət siyasətindən sonra geri dönüş ola bilməz. Ermənistanla Allah böyüsünün raket atsın, geçirmək xeyri yoxdur. Yəni bütün dünya qarşısında Azərbaycan vətən müharibəsi ilə onların yalanını, yalancı siyasətlərini, yalancı nə bilim, böyük Ermənistan xülyalarını dəf elədi, yəni açıqlandı. Bugündən sonra mənə elə gəlir ki, normal ədalətli dövlət heç vaxt Ermənistan yanında durmaz. Müharibə azarkeş olan, müharibə həvəsində olan dövlətlər yəqin ki, onlara kömək edəcək. Ədalətli dövlətimizin deyəndə Rusiya sıradan kənarda qalır. Deyəndə, yəni ora ancaq onlar kömək edir. Mənə elə gəlir ki, bugündən sonra vətənimiz, dövlətimiz də yəni arxayınlaşılmalıdır, qardaş dediyi kimi. Həm sülə getməliyik, həm də həmişə hazır olmalıyıq. Nə qədər ki, o da mənfur düşmən zülmkar dövlət qonşumuzdur, biz həmişə aynı sahib olmalıyıq. Hamıya can sağlığı arzulayıram, bütün qazilərə şəfa, can sağlığı arzulayıram, şəhidlərin də ruhuna Allah sizdən sağ olun. Çox sağ olun. Mən burada hamıdan xahiş edirəm, mənim dediyimə alın.
İnşallah Allah Rusiyanı tikə parçayır. Amin. Başı daş üstə qalmaz. Amin. Dağılır. Bizim milli qəhrəmanlarımızın əbədi yaşaması üçün yenə belə tədbirlər keçirdiniz. Çox sağ olun. Mən hər dəfə şəhidlər xiyabanına gələndə zalımın körpə vaxtı, uşaq vaxtı mən onu bura gətirmişdim. 1-ci sinifə gəldim. Bu boyda ziyarət elədi. O 5 yaşındakı Xocalı şəhidi var orada. Ciddi necə onun diqqətində o daha çox qaldı. Bəlkə də uşaq olduğu üçün. Sonralar isə hər dəfə böyüyəndə özü gəlirmiş. Onun məzarını ziyarət edilmiş. Ona deyilmiş ki, körpə qızım, məni bağışla ki, biz hələ sənin qisasını ala bilməmişik. Gör məni kimi neçə əmilər, dayılar gözləyir ki, sənin qisasını alsınlar. Bu təkcə Xocalının qisası yox, Evdarın qisası. Birinci Qarabağ müharibəsində mən özüm də iştirak edirdim. Çox təəssüf ki, biz o qələbəni əldə edə bilmədik müəyyən səbəblərdən. Amma analardan üzr istəyirəm. Bizim böyütdüyümüz evlatlar Azərbaycan uğrunda şəhid olmuş bütün cavanların, qadınların, körpələrin qisasını aldılar. Mən buna görə anada olsam, ancaq mən onların qabağında özümü günahkar sayıram ki, biz əldə eləmədiyimizi siz əldə elədiniz. Onu elə deyil. Yox, mən orası elədir. Amma bizim əzablarımız çoxudur. Bizim əzablarımız hədsiz dərəcədə çoxudur. Hər dəfə soruşurlar ki, üzr istəyirəm, deyirlər saçınızı uzadın. Deyirəm ki, əvvəldən uzatmamışam, indi də uzada bilmirəm. Niyə? Deyirəm, ona görə ki, bit basırdı biz. Hə, valla. Bit basırdı. Yaralı idi, məcbur idi ona baxmağa. Təzyiqin ölçəndə belə bit çıxırdı adamın üstünə. Yəni, o cür Sevil xanımın sözünü kəsmək, uşağın paltarının pitini təəssüzündən özü bit də deyildi. Demək olar ki, yalan olmasından fayda idi. Bir dəfə bizim otaqda əsgərlər, xəstələr yığmışlar ona siqaret sarafanına ki, görə neçə gün onlar ac qalır. Bitlər neçə gün ac qalır. Onlar bir aydan çox bir-birlərini yiyə-yiyə, biri salamat qaldı. Bir aydan çox. Yəni, bu qədər əzablı, əziyyətli günlər idi. Şükür Allaha ki, bugünkü gündə xalqımız azaddır. Körpələrimizin, cavanlarımızın, şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad olundu. Mənim deyəcəyim sözləri bütün analar da dedi, qazilər də dedi. Allah bundan sonraki cavanlarımıza firavan həyat qismət etsin. Düşmənlərimiz həmişə kör olsun, zəlil olsun ki, ondan sonra bizim böyüyən körpələrə əlləri qalxmasın. Səmamız həmişə aydın olsun. Cavanlarımız toylu, düyünlü olsun. Necə deyim, çox sağ olun. Çox sağ olun. Sən bizim üçün, məxsusi sən hər iki müharibənin arasında, Sincanında yaşayanmışsın. Deməli, mənim burada 92-də müharibədə doğrudanla sözün tam mənasında düzdür, müharibədir bütün ölkələrdə və bütün bölümlərdə. Amma bu qardaşlar, biz nə yaşadıq, biz nə gördük? Biz günlərlə ac qaldıq, biz günlərlə əskərin qarşısında, ac, geyimsiz əskərin qarşısında acdığımızı unutduq çünki utandıq, üzümüz qışdı. Silahsız, sursatsız, ordusuz Azərbaycanın üstünə 5 ölkə gəldi. 5. Amerika xüsusi xidmət orqanlarının Montemerkumyan buradaydı özü başının dəstəsində. Suriyalılar buradaydı öz başının dəstəsində. Livan erməniləri Qarabağda ermənilər tərəfindən döyüşürdü öz başının dəstəsində. Ermənistan, ermənilər döyüşürdü və ən vacibi Rusiya dövlətinin, SSR-nin yox ha, 1992-ci ildə Rusiya Federasiyasının 366-cı moto atıcı alayı
ermənilərlə birləşdi Ocağını viran. və Qarabağı işğal etdi. Xocalı faciəsi, Malıbəyli faciəsi, Qaradağlı faciəsi. Qocalı Qarabağın görünən üzü. Qaradağlı, Xocalıdan biz 8-10 gün qabaq baş vermişəm. Qaradağlıda o kəndin hər 8 nəfərindən biri şəhid. Düşünə bilirsiniz. Orada qadınlara sadəcə olaraq Xocalını biz, yəni xəbərimiz oldu, bildik, informasiya gəldi. Heç onu da yenə deyirlər ki, Ayaz Mütəllibov ölkənin ilk prezidenti olub. Heç keşkə olmasaydı. Çıxdı televizora dedi, özləri bizi artistliyə qoymuyor. Cəmi 2 nəfər adam, 10 minlik şəhər yerini yeysən ol, bax o 2 nəfərin əzabın hələ də Azərbaycan qaldı. Samir Xasiyevin insaniyyətliyi həddindən artıq, bax nə qədər Qarabağ qaziləri, nə qədər şəhər ailələri, nə qədər milli qəhrəmanlar, nə qədər müharibə veteranları tanıyıram. Düzdür, milli qəhrəmanlardan söhbət edəndə doğru sözdür ki, qəhrəmanlar doğulurlar, ondan sonra olmurlar. Amma Samir Xasiyev haqqında o qədər yüksək fikrə görmüşəm ki, dostluğa dost, yoldaşlığa yoldaşlıq, komandirə komandir, vətəndaşlığa vətəndaş olan bir insan icra tapalım. And olsun Allaha, mən sizin bir dənə misalını çəkə bilərəm. Təzə girmişik hərbi xidmətə, getdiyimiz 3 günlük biz Samir məni gördü, tanıdı, gəldi tanışmam ilə bir təzə gələn əsəri. Səhərsi gün onunla yığdılar Gülüşgüldə düzülüb yoxlanmamışdı. Mən də ekilərəm, mənim bir tayım da var. İkimiz də balaca, Samir ikimiz də çıxartdı rotanın, batalyonun qabağına. Çıxartdı, bilmirəm nə ki. An dedi ki, Berhan bax, Allah'a olsun deyirəm, dedi eşidən biləm. Hələ 2 gün gəlmişəm, eşidən biləm bu ekizlərə. Kiminsə burada əli deyib, kimsə bunlara nəsə deyib, məndən inciməsin. Sonra deməyin ki, bax, Samir mənim ki, fərq edəmir. Biz də hələ balaca bu, deyirlər, döyüşə gedir ki, bu, indidən bizə elə stimul verdi ki, elə bir stimul verdi ki, balaca uşaq artıq qəhrəmanı zirvətdən qədər uçalıdır. Bu bir. Eyni zamanda Samir'in bir insan kimi insaniyyəti, həddən var, tarixi çox gözəl bilirdi. Mən də tarixi yaxşı bilirdim. Bu bildi ki, mən tarixi də yaxşı bilirəm, özdə aşır əsərin nəticəsiyə məndən əl çəkmədi. Axşam, hamı yatıb saat 10'dur. Hamıya veriblər adı boş. Bu saat 10'da gördüm mənim ünvanı qaldırır ki, gəl səni Samir çağırır. Neyini? Mənim çağırır, deyək ki, bura tarixdən sorulacaq. Tarixdən sonra 100 illik müharibədən, Böyük Vətən müharibəsindən, Qarabağ müharibəsindən, Xocalı faciəsindən həddindən artıq mən deyirdim bunun həm biliyi, həm savadı, həm döyüşkənliyi, həm vətəndaşlığı, həm dostluğu, hamısı gəlm idi bunu. Mən Samiri çox gözəl tanıyırdım. Yəni, Allah rəhmət eləsin, deyirlər, düz şəkili ilə üzbəüz dayanmışam. Anası da gözəl xanım da buradadır. Mən, necə deyərlər, Samirin vəfatına çox kədərləndim. Ona görə ki, həm elmi itirdik, elmimizi, tariximizi, savadımızı itirdik, həm də belə bir dost itirdik. Mən təbii ki, buna görə əlbəttə Züreyya abisi ilə bugün biz bura tədbirə gəlmişik. Bu tədbir də milli qəhrəmanlara həsr olunan bir tədbirdir. Mən dedim o şəhər əsərin nəticəsiyəm, təbii ki, bunu da mən şeirimlə demək istəyirəm. Oldu elin arxası, milli qəhrəmanlarım, döyüşdə ad çıxartdı, milli qəhrəmanlarım, şəhidliyə ucaldı, tarixdə izi qaldı, düşüncəli amaldı, milli qəhrəmanlarım, hər birisi bir mələk, min bir arzu, min dilək, yurda oldular gərək, milli qəhrəmanlarım, gözəl sevgi, məhəbbət, yaratdı bizə rəğbət, namus, qeyrət, şücayət, milli qəhrəmanlarım, fərqi yoxdur heç kəsə, verdilər çox səs-səsə, sönməz ger, sönməzlər, milli qəhrəmanlarım, qurban sözü görkədir, ürəyindən incədir, hərəsi bir qönçədir, milli qəhrəmanlarım, milli qəhrəmanlarım. Allah'ım çok sağ olun. Çok sağ olun. Bu bir başka çıkış oldu. Teşekkür ederim Zerres. Bu bir başka çok sağ olun. Bu şehrimizde yani bütün şehit analarına bir hediye. 90%, 90 yok 80% təxminən övladsız düşdülər. Evlənməmişlər. Yəni ona görə həmişə də deyəcəm ki, bax bunların hərəsinin arxasında
taleyi ölmüş bir kızımız, doğulmadan ölmüş 3-4 uşağımız. Görün bizim genofondumuz nə qədər zərbə götürür. Erməni alçaqların, Rus faşistlərin ucbatında, Fransız, nə bilim, şərəfsizlərin. Rədə xanım, ona bir kəlmə söz deyim. Demək, siz dedi, sizin sözünüzə görə deyirəm bu sözü. Demək, az qalır, bu 17 mart hadisələrinə Samrayın 15-i gəlmişdir. Çox fikirdir. Nəysə, atası dedi ki, Aysən, gəlsən sən evlən. Mən dedim ki, mən deyəmərəm. Sözün deyil ki, bəlkə evlənmək istəyir. Dedi, gəlsən sən evlən. Dedi, yox, mən vuruşuram, mən heç kimin qızını bədbəxt eləyə bilmərəm. Mən 73-cü ilə, 73-74-cü illərin oğlanların hamısı qırıldı. Qaldı təkəmcəli məni kimlərdə. Samir kimlərdə deyil. Allah rəhmət eləsin. Allah hamısı gözündə qüvvət. Bizimki 96-dır. Gəzirsən, yəni bu millətə hər tərəfli zərbə var. Hər tərəfli. Burada bizim yenə də şəhid bacısı Səkinə xanım var. Burada danışsın, sonra kim istəsə Səkinə xanım. Respublikanın əhalisi olaraq təpədən dırnağa, daşından tutmuş qayasına, dağına qədər borcumuzdur ki, qəhrəmanlarımızı tanıdıq. Milli qəhrəman olsun, o əskər də ola bilər, general da ola bilər. Amma o bizim hamısından, əskərindən generalına qədər olur, mən onların hamısını qəhrəman. Çünki onlarla birlikdə döyüşdə gördük, həqqə hər xidmət keçmiş. 92-ci illərin 95-ci. Mən bildim onlar necə döyüşür, necə şəhid olur, necə olur. Burada olan tibbitçilər olur. Dada xanım yaxşı bilir sonra. Bu xanımlar nasıl yaxşı? Gülarə xanım yaxşı bilir. Aha, yaxın yaxşı bilir. Biz tək orada tibbitçi deyilik. Tək komandır deyilik. Şəhidlər gözümüzün qabağında. Onların hansı-hansının əlidir, hansı-hansını qoydu. Mən 18 yaşım tamamladım. O şəhidlərin nə demək olduğunu bilməm, şəhidlərimizin müqəddəs olduğunu bilməm. Mənim üçün deyirlər, torpaq müqəddəsdir seçsələr ki, yoxsa şəhid müqəddəsindən şəhid müqəddəsdir. Çünki onun qanunun topalandığı yerdə olduğunu, torpaq torpaq olur. Onun cəsədinin qarışdığı torpaq torpaq vətəndir. Mən bir itkin şəhid bacısıyım. 600'lük Qarabağda öz kəndimiz olsun. Harada bir balaca bir çala görürük, gedib olan qazıqdır, bəlkə oradan çıxır. Bəlkə oradan olar, bəlkə bu şəhidlərin arasındadır. Bəlkə bu Ermənistandan o indi başlayırlar ki, orada əsirlikdən gələnlər indi və TikTok'da onların rolikləri, videoları paylaşılır ki, onun bir hamısını saatlarla, günlərlə izləyirəm ki, bəlkə ağzından bir şey qaçır. Bir şey dedilər ki, nə bilim, Cəbrayildən bir şey adam da vardı yanımızda, bəlkə Planyerdən bir adam da vardı yanımızda. Çox çətindir, şəhid haqqında danışmaq da, şəhidlərin şahidi olmaq da, döyüşmək də, sonra da müharibəni yaşamaq da çox çətindir. Biz ölmədik, biz torpağa qarışmadıq, amma ki, quzumuz orada qarışdı. Bütün o gələcəyimiz o torpağa, o vətənə qarışdı, elə orada qaldı, gəlmədi. Biz müharibədən sonra müharibəni yaşayan canlı şahidlərik. Allah da tanrı, çox təşəkkür edirəm sizə. Bu işi, bu tanıtım eləmək hər bir İsmail bildiğin iş deyil. Ona gərək tarixin bilgini olsun, savadın olsun. O yolu keçmiş bir adam olasan ki, bir insan olasan ki, onu doğru dürüst ifadeli tanıtıra bilərsiniz. Siz mənə nə gəlir ki, həqiqətən bunun ləyaqətinizlə, layiqinizlə yerinə getirsiniz. Teşekkür ederim size. Çok sağ olun. Hikmet Hanım size teşekkür ederim. Değerli dostlar, deməli bizim bugün burada toplaşmamızın səbəbi şəhidlərimizin tanıtımı. Bizim həyata keçirdiyimiz layihənin bu il 2026-cı ildə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan edildiyi qrant müsabiqəsində Vətən uğrunda şəhid ailələri və milli qəhrəmanlar ictimai birliyinin qalib olmuş milli qəhrəmanların irsi
tanıdılması layihəsinin icrasının həyata keçirilməsidir. Lənkəran rayonunda, Ağdamda, Ağdərədə və Bakıda tədbirlər planlaşdırılıb, keçirilib, qalanlar da inşallah keçiriləcək. Və mən doğrudan təşəkkür edirəm agentliyə ki, bu qəbildən olan layihələrə diqqət yetirilir. Maliyyə ayrılır ki, şəhidlərimiz tanınsın. Bizim burada bir qonağımız var, onu da dinləyək, ondan sonra təşkilatın Mənə ən artıq. Baş katibi sülh məsləhətçisi. Kod Simaritan Sülh Akademiyasının BMT-nin Azərbaycan Respublikası üzrə direktoru. Azərbaycanın dünya parlamentlərində göndərilmiş 1800 səhifəlik sülh kitablarının müəllifi Elza Gülməmmədova. Mən Vətən müharibəsi qəhrəmanı Nail İbrahimovun, Köroğlu Rəhimovun böyüdüyü kəndlənən Oğuz rayonunun Xasmaz kəndindən. Rədə xanım, başqasına söz verənlər centilmenlərdir. Şəhid ailələrinə qarşı göstərdiyiniz bu iltifata görə mən sizə təşəkkür edirəm. Siz burada elə bir layihə qurumsuz ki, əgər ağlı olan şair gələr bura, sizin tədbirlərinizdə oturar. Bu vətən bax belə, burada bir başqa bir poema yaran verir. Burada başqa bir, elə bil ki, məsələn, mən elə biləm ki, mən cənnətdəyəm. Bir nağıl danışırlar, mən buna qulaq asıram. Valla, mən elə biləm ki, bir nağıl danışırlar, mən buna qulaq asıram. Amma bu nağıl həqiqət nağıldır. Elə nağıl ki, onu yazıblar, qanla yazıblar. Xəritə cızıblar. Mən o alışlayıram bütün şəhid adalarını. Bəli, onlar hər bir əzizlər başda oturmalıdırlar. Onlar evlər tikəndə uca tikməlidirlər. Qoy qapısından girənlər qürurla girsin. Bax, belə həmişə əziz olsunlar, əziz olasınız. Çox sağ olsun. Qoy əbədi eşq olsun. Ölməz qəhrəmanlara, bu ellərin yolunda canını qoyanlara, igidlərə, ərlərə, ölməz hünərvərlərə eşq olsun. Zaman gəlib ötüşür. Onların üzlərindən qəribədir bu cahan. Ötər bahar, ötərdir, yada salıb. Bu hörmət, bu ehtiram ən müqəddəs diləkdir. Bu hörmət, bu ehtiram ölülərdən daha çox dirilərə gərəkdir, dirilərə gərək. Qoy əbəd eşq olsun. Ölməz qəhrəmanlara. Çox sağ olun. Bax, bu da bir vətən müdafiəsidir. Bu da bir vətən uğruna savaşdır ki, BMT-də Azərbaycanın haqqın müdafiə edir, Azərbaycanın haqqın qoruyur, haqq sözünü deyir. Bu da bir savaşdır. Mən bir dənə çox qısa Mənim kitablarım Amerika və Afrika dövlətləri üzrə dünya müharibə cinayətlərinə qarşı mübarizə idarəsinin rəhbəri Dan Nikarasida tərəfindən dünya parlamentlərinə və dünyanın 195 ölkəsinin sülh təşkilatlarına göndərdi. Mən dünyanın 5 qitəsində tanınıram. Lakin Azərbaycanda hər şey maddiyyatla əlaqədardır deyə. Günah sizdədir, Xeyr, mən neçə dəfədir çağırıram, elə deyil. Ağdərə, Qarabağ, o vaxtı Xosrov bəy Sultanov Qarabağ qubernatorumuz və o vaxtı parlamentimizdə həmin o istintaq komissiyası olub. Mən onları biraz oxudum. Hətta o daşnaqlar parlamentimizdə oturub onların mandatını da ləğv eləmişdilər. Çünki onların hətta şəhidlərin, o mart soyqırımı şəhidlərinin ifadələri alınıb, dindirilib də o vaxt bizim Cümhuriyyətimizin dağılışları. Yəni, onlar indi həmin o arayıqda, onlar indi məhkəmələrdədir. Sanki tarix təkabür edir. Yəni, biz o intiqamı alırıq. Doğru. Yəni, bir daha sizə təşəkkür edirəm. Ona görə müəllimin də sözü çox yerinə düşdü ki, düşmən yatmıyor. Qələbənin eyfariyasını yaşamayaq. Artıq çıxaq ondan. Düşmən yatmıyor. Biz olmasaq belə, gələcək nəslimizə mütləq şəkildə ermənilərdən yeni bir savaş meydanı açılacaq. İradə, sən mənim canım.
müharibədə 2 balayla əzab çəkənlər. Həyatdır da, neynəmək? Sənə də Torpaqdala kəndinə 48-ci ildə köçəkləri Azərbaycana tutmuş. Müharibədə könüllü getmişəm. 2 oğlum vardı. Azərbaycandan başlamışıq, Tərtər, Ağdərə rayonlarında bütün o şeylərdə iştirak eləmişəm. Amma mən tibb işçisi kimi olaraq, amma çox şeylər görmüşəm. Çox şeylər görmüşəm. çox şeylər, o şeylər ki, heç kimin görmədi. Bəli, görmədi. Elə ölülər deməyək onlara, elə şəhidlər gətirirdilər ki bizə. Adamların sağ olsun, bədəni buradan aşağı yoxdur. Başı yerində yoxdur, yarı şapkası yoxdur. Mən hələ də onların rüyalarında görürəm. Hər gecə yatanda yuxumda görürəm və ağlayaraq oyanıram. Ağdərəyə bir dəfə bir dənə kamaz elə şəhidlərimizdən gətirmişlər. Hamısı ağ elə bir kəfənə bürünmüşlər. Bircə buradan üzləri görünür. Hə, geyim forması. Hə, o uşaqların hərəsi bəlkə də qapıdan keçməyən oğlanlardır. Onlardan çox çətindir. Mən gözünü açandan elə atam 41-45 veteranıdır. 2 qardaşımla da mən üçümüz biz müharibəyə getmişik, 7 uşağı. Balaca qardaşım polis olaraq Füzuli tərəfdə iştirak edib. O bizim qardaşım Ağdərədən, elə Ağdamda. Mən də Ağdərədə iştirak edmişim. Yəni bu günləri bura toplaşmışıq, milli qəhrəmanlarımızın, tək milli qəhrəmanlar deyil, o şəhid olanların hamısı milli qəhrəmandır. Onların hamısı Azərbaycan analarının evladlarıdır. Tək o valideynin, şəhidin anasının evladı deyil, o bizim hamımızın evladıdır. Hansı gün ki şəhid ölürdü, biz o hospitalın bütün qadın heyəti beləcə yığılıb biz onlara ağı deyib ağlamışıq. Mən onları hiçbir yadım olmuş. Sonra da elə Allah elə gətirdi ki, evladımı da dəfn elədim. Allah səbir versin. Allah səbir versin. Canına sağlıq. Fikrimi çatdırıb bilmirəm. İstər-istəməz bu qəhər məni boğur. Siz danışdınız, mən gedib şöyle oturdum ağladım. Allah səbir versin. Allah sənin şəhidlərimizin yerini nur, məkanlarını cənnət eləsin. O, dediyim o 2 oğlan vardı. O mənlə bərabər Tərtərdə gələn yaraları xəyəyindən tutub vertolyota daşıyan uşaqlar olurdu. Balaca oğlum da Beyləqanda il yarım müharibədə, o müharibə vaxtı deyil idi, amma orada baş leytenant olaraq iştirak edirdi. Sonra gəldi, getdi, xəstələndi. Onunla da dünyası dəyişdi. Allah hamımıza can sağlığı versin. Cəm qazilərimizin, Allah canını sağ eləsin. Şəhid anaları, sizin qabağınızda baş şəhid. Alnlarınızdan öpürəm. Allahlarınıza qurban. Allah hamımıza can sağlığı versin. Çox təşəkkür edirəm. Hamımızın adından agentliyə təşəkkür edirəm. Hamımızın adından Zərifə xalaya rəhmət oxuyuram. Allah rəhmət eləsin. Hamımızın adından Zərifə xalanın o məzarsız övladı, bu şəhid Vilayət Əsgərova. Burada Allah rəhmət eləsin, məkanı cənnət olsun deyirəm. Zərifə xala yəqin ki, qovuşdu öz balasına, yəqin ki, qovuşdu. Çünki o qədər də böyük, çox yaşı yox idi. Başını aldı, getdi bu dünyadan övladının yanına. Elmiranı tanıyırdın da. Tanıyırdım. İlhamın mamasını. Tanıyırdım. O getdi o dağların arasında. Gördüm nətər bayatı dedi dağların arasında. Gəldi ürəyə partladı onunla da Elmira keçindi. xanımı qoy mən sizə tanıdım. Çox gözəl oldu ki dediniz. Bəli. Deməli bunun oğlu şəhid olur, bir qadındır. Və buna deyirlər ki, oğlun qalıb neytralda ermənilər götürürlər. 2 ton benzin istəyir. Bu qadın bu 2 ton benzini alır və gedir tam sərhəddə qədər də o döyüş bölgəsinə qədər çatır.
Deyir yol boyu fikirləşdim ki, alacam. Sonra dedim ki, Allahım, bu 2 ton benzin gör neçə oğlumuzu şəhid edəcək. Gör neçə anamızın gözü mənim kimi yaşlı qalacaq. Təsəvvür edirsiniz, o benzini vermədi. Balasını da almadı. Balasını da almadı. Bala deyə də Dünyadan köçdü. Sinəsi dağlı, yəni bir məzarı da olmadı. Getdi yalançı bir məzar düzəltdi. Şəhidlər xiyabanı. Köynəyini qoydu. Uşağın, oğlunun paltarlarını bastırdı. Bu da mənim. Biz onu ziyarətə getdik, sözün qabağında balaların dursun. Dedi Tərlan xanım, can üstəydi onda. Biz getdik, Neftçala olmayıb. Dedi Tərlan xanım, səndən bir xahişim var. Dili tutar, tutmaz. Məndən sonra İlhamı Eldar kimi ağlayarız. Çünki mən İlhamı tapa bilmədim. Bilə, bax orada onun oğlunun cəsədidir, o tərəfdə. Onu verəcəklər o cənazəni buna. Götürüb aparacaq. Bilə, hər qadının ürəyi deyil. Hər adamın ürəyi deyil. Bax o doğrudan qəhrəmandır. Doğrudan dünya qadınlarına nümunə bir qadındır. Yəni Azərbaycan qadını bax. Səni tanıyırdım. Budur Azərbaycan. Mən ona görə deyirəm ki, fəxr edirəm, qürur duyuram. Və o qədər qürurluyam ki, bax mən bu xalqın qızıyam, bu millətin qızıyam, mən bir türkün övladıyam. Mən qanımda döyüşçü qanı daşıyıram, mən müharibədə 2 qardaşımla döyüşdüm, Milli Azadlıq Hərəkatından gəldim. Yəni bunların hamısı bax belə şeyləri gördükcə bir daha təsdiq edirəm ki, düz eləmişəm mən. Mən düz eləmişəm ki, mən doğrudan da savaş olmuşam. Mən düz eləmişəm. Eləcə də bu xanımların hamısı, eləcə də Gülarə xanım niyəsə danışmaq istəmir. Deyir, mən danışmıram, amma inanın ki, Gülarə xanım haqqında saatlarla otursaq, danışsaq, Gülarə xanım haqqında, onun Azərbaycana elədikləri haqqında saatlarla otursaq, danışsaq, bitməz və tükənməz. Mən Gülarənin özündən icazəsiz olsa, nə olsa bilmirəm, amma Gülarə ilə bir görüş təşkil edəcəm. Yəqin ki, onda danışacağım. Afaq xanım sözünüz var. Mənə bağışlayın, mən əyləşim danışım. Mənim də yana ki, müharibə dövründə vətənə faydalı çoxdur. Mən elə zənnədirəm. Çünki müharibə rabitə, mən rabitə çıxanmışam. Uzun illər işləmişəm şəhər rabitəsində. Bir bizə təklif gəldi ki, peşəkar rabitəçi lazımdır bizə. Ruslar çünki çəkdi getdi, peşəkar rabitəçilər qalmamışdı. Yəni mən könüllü istədim, keçmişdim. Gəncə şəhərində, Elsayla hərbi hissədə. Eləcə də bir müddət işlədim şəhərində. Sonra Beyləqam, Füzuli, baş rabitəçi vəzifəsində çalışdım, duruşdum. Yəni gerçəkdən də fikirləşirəm ki, bu ürəkdə çox sirlər yatırım. Rabitəçi, hər şey əlimdə altındaydı, hər bir şey. Çox sirlər yatır, o sirlər də mən nəzarət edəcək. Faydam da çox oldu. Elə bilirəm, çox faydam oldu. Hətta Rada xanım bir 3 il oldu, yoxsa keçdi mi? Bu aksiya oldu, bu Şuşa yolunda. Ruslarla bizim böyük aksiyamız oldu. 2023'te. 3 il. Orada 2 gece, 2 sutka. 2 sutka. Gene könüllü gittim. Təklif gəldi bizim komandirdən. Kim getmək istəyər? Mən yazdım, mən istəyirəm. Yani gerçekten de bir neçə dənə qadın getdi. Onu da yaşadı. Bax getdim 2 sutka mən orada belə danışar. Yatmağa yer də yox idi. Bəlkə görənləriniz olub orada dəmirlərin üstü oturulub, dəmirlərin. Dəmir kutularda yandırırlar, ancaq qış aydı da, Rada xanım. O istidə isindi. Hətta orada mənim canlı çıxışlarım da olubdu. Birbaşa burada şəhər efirlərində baxıblar, məni tanıyanda. Bax, hətta yəni bu yaşımda mən yenə qaçdım vətənə sarı ki, mən gələrəm.
Mən iştirak edərəm. Yəni Allah pis gün göstərməsin bundan sonra bizim vətənimizə, evlatlarımıza. Yenə elə gəlir ki, yəni biz hər zaman hazırıq vətənimizi qorumağa, kömək əlimizi uzatmağa hər zaman. İnsanın içində vətənpərvərlik var, vətən eşqi var. O insan yəni ölən günə qədər onun ürəyində qalacaq da hər zaman əl açıq ki, vətənə bir köməyin dəysin. Yəni bu qədər özüm haqqında nə deyə bilərəm. Biraz vaxtımız uzandı. Təşəkkür edirəm. Buyurun. Xoşdur. Hə, Sevri xanım, hə. Xoşdur mənə belə tədbirlərdə. Birinci Qarabağ müharibəsində şəhid olan oğulları deyirəm. Bizlə bir yaşlı ana vardı, Tanya xala. Elə bir ki, gətirdilər yaralıları o qədər çox ki, mən onu xatırlamaq istədim deyə, ona da rəhmət düşür. Yarıya qədər şəhid vardı, otaqda daşımağa vaxtı yox idi, çünki yaralılara kömək edirdi. İndi bu ana biz yaralıları vertolyotlar daşıdı, bəziləri başqa hospitallara apardılar, ölümə tərk olunanlar qaldı da ki, indi ölər, bayaq ölər, şəhid olar. Ana girdi otağa, gördü onları, inən Allah bizə anamızı yığdı o. Dedi, bunların anasının, babasının xəbəri yoxdur. Onlara elə oxşad ağladı, yəni onun da büyükçü günde yad olmaq haqqı vardı. O qədər o bizi yığdı başda, inan Allah'a. Onlar üçün o qədər ahı deyib ağladı o ana. Deməli, biz Şəhbə xanım, sözün varmı əzm? Yox, mən o qədər görürəm, düşürmüşdüm. Deməli, biz müharibə dövründə bütün günü yaralılarla artıq cərrahi bulub filan işləndən sonra bir bedriyə suyu tökürdük. 2-3 dənə də dəsmal atırdıq içinə. Yəni bu vafelli dəsmallardan. Düşürdük zirzəmiyə burada. Gecə saat 4. Mən indi, sonra mən deyəndə mənə deyirlər ki, qorxmuyorum. Heç var. Onların hamısının üzün, əllərin, sinəsin yuyurdum ki, ana birdən açar, balasının üzündə anlıyor. And ola Allah'a. Əllərin, sinəsin, üzün, hamısını yuyurdum. Hamısını deyəndə neçəsi bizdə var etsin, gücümüz çatan oldu. Bu çöldən gedən heç, çöldən gedir. Xəstə də əməliyyata başlayan kimi deyirdim ki, birdən fikirləşirdim ki, birdən olar ki, çıxmaz əməliyyatdan. Xadimələrə deyirdim ki, onu gətirin tez olun, əllərin, üzün, sinəsin, təmiz-təmiz yuyun, öz qanına bulaşırdı da istədir. Təmiz-təmiz yuyun, belə olmasa elə olar, anasının üstə belə getməz. Yəni, ora o qədər ağır bir meydan. O qədər ağır bir meydandır, o qədər ağır bir dərddir. İnanın ki, mənə hərdən elə gəlir ki, mən bu yeriyə bilmirəm. Olardı məni yeriməyə qoydu. O qədər çiynimdə, içimdə, daxilimdə. Boğumumu gətirdilər, şəhid oldu. Əməliyyat oldu. Çıxmalıyam, anasını görməliyəm, çıxdım bir dəqiqə. Anasını gördüm, qayıtdım içəri. Nə qədər çağırdı çıxmadı. Mən fikirləşdim ki, burada xəstəni qan aparır. Mən çıxı ona təslimlik verməyin heç nəyi dəyişir. Amma bu öləcək. Bu öləcək. Ölənləri. Yəni, bu ağır şeyləri yaşamaq bizə qismət oldu, gələcək nəslimizə qismət oldu. Heç göstərməsin. Allah bir daha göstərməsin. Mənim gəlimin qardaşı, bağışlayın, gəlimin qardaşı o meyitlərin arasında olur. Amma bir dənə qız görüb ki, o nəfəs alır. Füzulidə olmayıbdır. Sarım Əmrah oldu adam. Sonradan o qızı axtarıblar ki, orqanı alsınlar, amma tapmayıblar. Nəysə, həyat. Hər bir daha ayrı-ayrı və ümumilikdə. Çox təşəkkür edirəm.
Hamınız çox səbrlə, hətta mənə dözdünüz. Bu qədər danışıram, mənə dözdünüz. Hamınız çox səbrlə. Amma maraqlı danışırsınız, maraqsız danışırsınız. Oxudunuz, dinlədiniz. Mən yenə də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə Vətən uğrunda şəhid ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin həyata keçirdiyi Milli Qəhrəman irsinin tanıdılması tədbirində iştirakınıza görə sizə təşəkkür edirəm. Layihənin maliyyələşdirildiyinə görə agentliyə təşəkkür edirəm. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid analarına Allahdan səbr, qazilərimizə can sağlığı. O arabaya, əlil arabasına, çəliyə möhtac qalan oğullarımızın könlünə fərəh arzulayıram. Allah onlara səbr versin, güc versin ki, həyatlarını yaşaya bilsinlər. Əli ayağı olmadan yaşamaq çox ağırdır, çox çətindir. Bir dırnağımız ağrıyanda canımız yanır. O oğullara Allah kömək olsun. Onların yanında olmaq bizim borcumuzdur. Onları sevmək, uzaqdan da olsa dualarımızı göndərmək borcumuzdur. Allah sizdən razı olsun. Allah balalarımızdan razı olsun. Sizdən də razı olsun. Haqqınızı bu millətə halal edin. Bu millətin yolunda bağrınıza dağ çəkin. Yaxşı ki varsınız, sayenizde.